İndi cehiz vermək bir dərd, toy eləmək ikinci dərddir. Qabaq bir toy olurdu, indi bilmirsən nədir? Elə ard-arda gedir, birinin adını qoyublar nişan, birinin adını qoyublar əl tutdu, birinin adını qoyublar xına, birinin adını qoyublar toy, 4 dənə. İnsanlar da cəmiyyət içində bilmir ki, mən toya gedirəm, xınaya gedirəm, nişana gedirəm. Qabaq dəvətnamə bir toy üçün olardı, indi dəvətnamə həm xına üçün var, həm əl tutdu üçün var, həm adlarını bilmirəm, bir cürbəcür şeylər çıxıb meydana. Bu həqiqətən böyük bir biabırçılıqdır bu. Biz nə vaxt özümüzə nəzarət eləyərik, nə üçün məsələn insanlar bir-birinin toyuna gedir, ürəklə getsin də qoy. Gedir sənin üzvə gülür, deyir nə də, bizim zəhləmizi tökdülər də bunlar, demirlər cəmaət. Ona görə də biz gəlin bu məsələləri heç olmasa mömin təbəqə nə eləyək, tənzimləyək ki, belə problemlər cəmiyyətdə baş verməsin.